Salam hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 7-ci sinif texnologiya kitabının 14-cü mövzusu olan metalların növləri və xassələri, həmçində prokat haqqında məlumatlar verəcəm. Deməli, biz 5-ci sinif dərsliyindən artıq bizə məlum idi ki, metallar haqqında öyrənmişdik ki, metallar iki növdə olur, əlvan metallar, qara metallar və orada bu belə deyək, metalların növləri ilə də tanış olmuşduq ki, qara metallara nələr daxil idi. Dəmir və dəmirin ərintisindən olan polad, çuqun, manqan. Bax, bu belə deyək, metallar qara metallar idi. Əlvan metallar isə alüminium, mis, laton, düralüminium. Bax, bunlar isə əlvan metallara aid idi. Bugün artıq biz metalların xassələri haqqında öyrənəcəyik. Hansı ki, bundan əvvəlki dərslərimizdə oduncağın xassələrini öyrənmişdik ki, oduncağın hansı xassələri var idi? Bəli, mexaniki və fiziki xassələri var idi. Mexaniki xassə elə metallarda da həmçinin var. Metallar deməli iki xassəyə malikdir. Mexaniki xassə və texnoloji xassəyə. Mexaniki xassəyə, indi onu gedişatda izah edəcəm, mexaniki xassələr nədir? Ondan əvvəl demək istədiyim odur ki, biz bu dərsimizdə qara metallardan polad və çuqun haqqında biraz bizə qısa məlumat ötürülüb. Deməli, müəllimlər, polad bilirdik ki, biz 5-ci sinifdə də öyrənmişdik ki, polad dəmir və karbonun ərintisindən yaranan bərk, ağır bir metal idi. Həmçinin bugün öyrənirik ki, poladın tərkibində hansı ki deyirdik dəmir və karbon. Yəni neçə faiz karbon var? 2% poladın tərkibində karbon var. Çuqunun tərkibində isə 2%-dən 4%-ə qədər karbon var. Deməli, bax, bu məlumatı artıq öyrənmiş olduq. Testlərdə bu faiz dərəcələri bəzən sual olunur, yadımızda saxlayaq. Aha, gələk görək, dedik ki, mexaniki xassələri var, deməli metalların. Baxaq görək bu mexaniki xassələrinə nələr daxildir. Müəllimlər, mexaniki xassə dedikdə möhkəmlik, sərtlik, elastiklik, plastiklik, kövrəklik və bunlar metalların, belə deyək, mexaniki xassələridir. Artıq 5-ci, daha doğrusu oduncağın mexaniki xassələri dərsində mən izah etmişdim ki, mexaniki dedikdə, yəni onun daxili aləmi, daxilində yerləşən, belə deyək, sahib olduğu bir xarakterlər deyək də, insan olsa əgər, məsələn, onun da daxilində olan xassəsidir ki, məsəl üçün möhkəmdir, sərtdir. İndi baxaq görək, möhkəmliklik nədir? Baxın, müəllimlər, elə möhkəmliklik oduncaqda olduğu kimi metallarda da bu cürdür ki, ona verilən yükü dağılmadan, yəni qırılmadan, sınmadan saxlaya bilir. Buna misal olaraq bizdə kitabda çilçırağın asılmasını misal göstəriblər. Doğrudur ki, məsəl üçün çilçıraqda baxarsınız ki, belə deyək,